içmək deyil ha, gözümdən yayınır. Mən deyirəm ki, üzümüzə oruçluq ayı gəlir də, nə olar? Bu oruçluğa xətir dəstək olaq qardaşa. Nə olar? Elçin sən o vermişəm. Axı o hədiyyəniz də bir maddi dəstəkdir. Görün bəlkə çıxdı onun, elə fikirləşəm. Suza heç nə maddi dəstək bu Suza. Maddi kömək lazımdır Suza. Ailə, sənə qurban, o işə hələ çıxmayın. Hələ çıxmamışam dostum. Suza, maddi köməyə ehtiyac var. İndi çatmışsınız rayona. Hə. Harca bir saat yarım, 2 saat olar da. Ona görə hələ ki pul barədə biraz çətinlik var. İşə düzəldi, bəli, hamı deyir, mən deyirəm işə düzəldi də, mən də o verilişi izləmişim, görmüşüm, işə düzəldi, amma işə düzələn kimi gətirib ona avans verməyiblər axı, hələ işə Yox, hələ, heç nə hələ. Mən sizdən artıq dərəcədə xahiş edirəm, dəstək olaq, nə olar? Alim evdədir, alim. Sağ ol, çox sağ ol. İlahə, çox sağ ol. Dəstək olaq İlahə Məmmədova. Bəli, alim, bəli. Bəli, o üzr düz deyirsən. Çox xahiş edirəm, hədiyyə ilə dəstək olaq. Qurban olun, imkan varsa kömək olaq qardaşım. Bax görürsən, az yaşlı bir ailədir. Maddi dəstək yoxdur bu dəqiqə. İşdə hələ iş dünən elan olunub ki, işə bəli götürülür. Özə müəllim sağ olsun, dedi ki, müqaviləli iş olacaq. Amma hələ işə gedəndən adama maaş vermirlər axı, gərək bu işə çıxa bir müddət işləyə. Salam Əkbərov, dəstək olaq Əkbərov, xahiş edirəm səndən. Əkbərov, çox sağ ol, qadan alaram, sağ ol, ay Əkbər. Əkbərov dəstək oldu. Hədiyyə ilə dəstək oldu, sağ ol Əkbərov. Cibin dolu olsun, Allah əvəzindən versin, Allah əvəzin versin. Bəli, çox sağ ol. Bin qatın görəsən, qardaş. Biz onu həqiqətən bilirik ki, o hədiyyə, Elvin çox sağ ol. Elvin Allah əvəzin versin, çox sağ ol Elvin, cibin dolu olsun. Bu hədiyyə atanlar, Füzuli, bilirsən də, bunların pul kartından çıxır bu pul. Bəli, niyə bilmirəm, Allah canlarını sağ eləsin. Allah min əvəzin versin. Bəli. Sağ ol Alim Xasiyev. Alim Xasiyev hədiyyə atdı, çox sağ ol Alim. Sağ olsun. Allah min əvəzin versin qardaş, çox sağ olun hədiyyə atanlar, çox sağ olun, minnətlərim. Allah ciblərdən bərəkət versin, qazancları dolu olsun. Amin, sağ ol ay Alim. Nərmin çox sağ ol. Nəhər Ərsoy çox sağ olun. Nərmin və Nəhər Ərsoy hərəsi bir gül atdı. Nərmin çox sağ ol. Çox sağ ol. Allah əvəzin versin. Cibiniz dolu olsun Nərmin. Allah köməkləri olsun. Alim çox sağ ol. Yenə Alim hədiyyə atdı. Sağ ol. Çox sağ ol. Cibi dolu olsun. Hədiyyə atanlar. Qazancı bol olsun. Nərmin, Nəhir, Alim hamımızın cibi dolu olsun. Amin. Hər üçü birdən atdı. Bəli. Allah köməkləri olsun. Təşəkkür edirəm. Salam, maraqlı videolar. Hə. Nara çox sağ ol. Nara keçən dəfə də hədiyyə atmışdı. Allah kömək olsun. Sağ ol. Çox sağ ol. Cibin dolu olsun Nara. Allah əvəzin versin. Günəş oxuyuram ha hamısın. Günəş qızışma. Sağ ol Hüseyin, sənə qurban olaram. Ürəyim sənə qurban. Bəli Fuad, utanmır da neynəsin? Utananda Allah'a şükür. Alim Xasiyev düz deyirsən. Pis yola gedmirəm. Nağarla. Fikir vermə. Sən o soyuqqanlı ol elə şeylərə. Bilirsən, bu platforma elə bir şeydir ki, burada yayın açmısansa, Bəli.
da nə bilim, pis mənada demirəm. Estağfurullah. Mənim yəni düz bilin də, Hacı Şahin kimi adama da bəlkə də söyən şərəfsizlər var. Bilirəm. Yəni bunları nəzərə al. Neynəsən də söyəcəklər. Ona görə onları oxumazdan gəl. Sağ olun sizə, çox sağ olun. Dəniz çox dəqiq dedin ha. Qapın baxmayım yuxarı. Salam Cavanşir. İmkan varsa dəstək olaq Cavanşir, xahiş edirəm. Rəvanə, bəli. Bax, bayaqdan neçə dəfə soruşursan, mən dedim, bax, bəli. Mən çox xahiş edirəm, dəstək olaq. Fani Dünya, salam. Fani Dünya, imkan varsa dəstək olaq, qurban sənə. Libra, o cür suallar vermə. Salam Aytaç, imkan... Bu Aytaç, Aləm Xəsiyev, çox sağ ol hədiyyən üçün. Bu Aytaç keçən dəfə dəstək oldu. Bəli. Salam Aytaç, salam. Sağ olsun, var olsun. Allah kömək olsun. Fərəc, necəsən qardaşım? Fərəc, qalxmaq istəyirsən bura? Sağ ol, salam Fərəc, ürəyimsən Fərəc. Salam, salam. Mənim ürəyim Fərəc, ürəyim, nəfəsim. Fərəclə mən keçən dəfə nə qədər WhatsAppda danışdıq. Biz eyni ruhda olan insanlarıq. Bəli. Çox xahiş edirəm, dəstək olaq. Artıq dərəcədə xahiş edirəm sizdən. Bu ekrana bəlkə edilmiş kart Füzulinin öz kartıdır. İmkan varsa dəstək olaq. Füzuli, səndən bir söz sorsun, canın ağrımasın. Bu İmişliyə gedib gəlməyə nə qədər benzin yandırar? Bakıdan. Sumqayıtdan. Sumqayıtdan. Nə maşınıdır? Opel Zafira. Valla o belə deyir də, gərək kilometrəcə qoşasan. Bilirsən, bir dənə müştəri var, ailədir. Bilmirəm də o mənə sərf eləyər ya sərf eləməz. Qiymət də deyə bilmirəm, uzaq yol getməmişəm birdən ikiyə. Yox Cavanşir, yox, hara getdin çıxdın. Uzaq yol getmək istəmirəm, sən qorxuram. Yaxşı pul versə get. 100 manat, gəlib gəlməyə 100 manat verir. 100 manat? 100 manatı mən. 100 manata rahat bir, elə biləm 30-40 manatı benzinə gedəcək. Lap belə deyək də. 10 manatda otur, kürdən belə bir çay içəsən, tutaq ki, məsələn. 100 manat verirsə, lap deyək 10-30 manatın verdin benzinə. Hələ bəlkə də çox qaqa. Lap 40 manatın verdin benzinə. 40 manatlıq benzin vurdun 100 manatdan. Demək orada nə qədər qalır? 60 manat. 60 manat. 60 manatındakı 20 manatını verdin, çörək aldın, özünə sigaret aldın. Yox, dəymir, Füzuli, dəymir. Yox, 40 manat. 40 manat elə, günə 20 manat elə hardasa işləyə bilirəm də şəhərin içində. Yox, az, yox, az. Prius yazıb ki, 50 manat benzin. Bəli, elə düzdür, 50 manata qədər benzinə gedir. 50 manat benzin, 20 manatda yemək yeyəsən, sən 30 manat pul qalacaq. Yolda uzaq, otur, sür, oradan bırak sür. Yorğun get. Düz deyim, mən bir nəfəsə Cəbrailə gəlib qayıtmışam. Mən o barədə yoldan qorxum yoxdur. Prosto səncə o boyda əziyyəti çək, sənə də qalsın 20-30 manat. Yox. Dəymir, yox. Yox. O üzeri en azından 150 də azdır. İmişliyə var, istəmirəm getməyə prosto. Risk eləmirəm. 200 manat versə yaxşı olar. 200 verməz baba. Həqiqi. 200 belə verməz ki, İmişlidir, beləsi vardır. Hamısı 20 yanvardan çıxır da 15 manata. 15 hardasa belə deyək də 12 manata. Məsələn, bu 4 nəfər eləyir 48 manat. 48 belə, 48 belə. Elə 100 manata gəlir çıxır da. Elə onunla gedər də. 200 verməz. Yəni ailə parasında gedib orada görəcəksən.
ailədir, necə? Yoldaşıdır, qızıdır, onu aparmalıyam. Sonra da yolda təzədən ərini də götürməliyəm, üçün bir yerdə gətirməliyəm. Bak kardeşim, aparatda sen o gözleyesen de zannet olasan da bir gün akşam Bəli. 200 Sən var. bir də özdə bilsən necədir? Biri var Füzuli, tək adam aparam. Ha. Lövbatan qurğundan da 3 nəfər götürərəm, o mənə sərf eləyər. Bu ailədir, maşın dolur. Mən heç nə də adam da götürə bilmirəm. Mənə sərf Ben de sana ne diyeyim kurban sana kadoyalım. Apardın, zannet oldun, gözledin de sen vaxtından gedir, kiletlerinden gidecek. Bəli. Eminim sen o adama sen zannet olasın da tezden akşama kimi 200 mat əladır. Bəli. Eləməz, yox. O 200 manat hardasa mənə sərf eləyər, amma o eləməz. O verməz onu Füzuli. 200 manat bizə haraya verərlər? Şeyə verər. Hardasa Şəmkirə zada yeyib gəlməyə zada. İmişliyə verməz. Mesela 170 mat belə, 180 mat belə cəhənnəmə sərf eləyər. Xətəbə də. Ay sağ ol. Yok tek halda 100 mata yok. Bak burada biri deyir, bu seri yazıb ki, gözləməli olsan 200'ə dəyər. Verməz qardaş. Mən hara fırlasan bir gün yarım mən vaxtım gedir. Sen kardeş onu evinden götürürsen, ailesiyle, uşağıyla aparırsan.